Mövzusundan davam edirik. Deyir ki, İngilislər Hindistanın işğalına başlayaraq 18-ci əsrdə. Daha sonra isə 19-cu əsrin birinci əsrində davam etdirilirlər. Deməli, burada bir başlaması var, bir də ki, Hindistanın işğalını başa çatdırması var. Buna diqqət edirik. Deyir ki, başladı 18-ci əsrdə başlamışdı. 19-cu əsrin birinci əsrində Marathaq Pəncəbə ələ keçirdi. 1856-cı ildə Ağ Knyazlığına ələ keçirilməsinə Hindistanın işğalına ingilislər başa çatdırırlar. Yəni 18-ci əsrdə başladılar, 19-cu əsrin ikinci yarısı başa çatdırdılar. İngilislərin Hindistanda işğalçılıq siyasətini həyata keçirən, burada müstəmləkə siyasətini həyata keçirən Ostin şirkəti idi. Ostin şirkəti 1600-cü ildə yaranmışdı, 1859-cu ilə qədər fəaliyyət göstərmişdi. Və İngilis parlamentinin xüsusi əmri ilə Ostin şirkəti İngilis general qubernator statusu daşıyırdı Hindistanda. Və Hindistanda bunların mərkəzdə Kəlkütdə şəhərləri olacaq. Bu dövrdə Hindistan deyir ki, parçalanmış şəkildə idi. Bildiyimiz kimi, Moğol dövləti Hindistanın mövzusu idi. Lakin parçalanmış şəkildə idi, zəifləmişlərdi. Və Hindistanda çoxlu razilər vardı, feodal knyazlar. Və həmin feodal knyazların olması Hindistanın orada müstəmləkə siyasətini, İngilislərin Hindistanın müstəmləkə siyasətini rahat şəkildə idarə etməsinə və Hindistanın işğal etməsinə şərait yaradırdı. Baxın, bir təsəvvür edək ki, Hindistanda çoxlu feodal knyaz var, 100-dən çox, və yaxud da ki, verdikdə çoxlu və 50-dən çox feodal knyaz var. Bunlar da mərkəzi hakimiyyət tabi olunurlar. Təbii ki, bu kimin işinə gəlir? İngilislərin işinə gəlir. Və İngilislər də deyir ki, bəzi vaxtlarda hətta bu razıləri müdafiə edirlər. Amma deyir ki, 19-cu əsrin birinci yarısında burada Ostin şirkətinin vergiləri çoxaltması, daha çox vergi alması, əhaldən o tabi olan ərazilərdən və eyni zamanda burada korrupsiya məsələləri, rüşvət alması Ostin şirkətinin nüfuzuna zərbə vurdu. Və həmin vaxtda 1813-cü ildə İngilislər yeni bir xartiyə imzalayırlar. Və bu xartiyə əsasən Ost-Hind şirkətindən də əlavə hansı şirkətlər istəyərdilərsə, Hindistanda ticarət edə bilərdilər. Əvvəl belə bir məsələ var ki, 1313-30-a qədər sadəcə Ost-Hind şirkəti burada hüquqa sahibidir, ticarət etmək hüququna sahibidir. Amma bu qanunla bu ləğv olmuş olacaq. Deyək ki, Sipahilər üsyanı baş verildi Hindistanda 1857-dən 30-cu ildə. Sipahilər üsyanı kimlərdir? Deyək ki, Ostin şirkətinə xidmət edən yerli əhalidən, yerli Hindistan əhalisindən toplanan Hindistanlılar idi ki, onlar Sipahilər adlanırdı. Üsyan səbəblərdəki İngilislərin zorla xristianlaşdırması, həmin əhalini və eyni zamanda müstəmləkə zülmü idi. Üsyançılar deyir ki, Dehlini tuturlar, İkinci Bahadırı orada şah elan edirlər, amma daha sonra İngilislər tərəfindən bu üsyan yatırılmış olacaq. Və yatırılır, eyni zamanda deyir ki, Moğol dövləti süquta uğrayır. Bundan sonra İngilislər yeni bir üsyan olmasın, müstəmləkə sisteminə ziyan dəyməsin deyə Hindistanda idarə etmə sistemini yaxşılaşdırırlar. Yaxşılaşdırırlar nə edirlər və yaxud da yumuşalırlar. Deyər ki, Ostin şirkətini ləğv edirlər. Çünki bu şirkət əhaliyə zülm edirdi, vergiləri artırırdı və eyni zamanda korrupsiya əməlləri törədirdi. Bu da ki, əhalinin həddindən artıq yoxsullaşmasına gəlib çıxardı. Biz bu dövrdə Hindistanda yaşayan insanlar deyirik ki, həm Ostin şirkətinə, İngilislərə vergi verirdi, müstəmləkəçilərə, həm dövlətə vergi verirdi, həmçindəki feodal knyazlara vergi verirdi. Yəni, hər kəsə vergi verdiyi üçün əhalinin vəziyyəti pisləşmişdir. Bütün bunları düzəltmək, İngilislərin burada müstəmləkə siyasətini təmin etmək, iqtisadi maraqlarını təmin etmək üçün deyir ki, Ostin şirkətini ləğv etdi. İngiltərədə deyir ki, bilirik ki, İngiltərə bu dövrdə parlamenti monarxiya idi və nazirlər vasitəsilə idarə olunurdu və İngiltərə mərkəzində bir nazir vəzifəsi yaradıldı. Həmin nazir sırf Hindistandan məsələlərə baxacaq. Eyni zamanda Hindistanda vitse-kral vəzifəsi yaradıldı. Bu vitse-kral İngilislər tərəfindən təyin olundu və Hindistanda otururdu. Baxın, burada naziri qarışdırmayaq. Deyir ki, nazir vəzifəsi yaradılırdı, Hindistanda yaradılmırdı. İngiltərədə nazir bir dənə xüsusi nazirlik yaradıldı. Həmin nazirlik Hindistana baxırdı. Sadəcə həmin nazir İngiltərədə otururdu. Bu Hindistanla məsələlərə baxırdı. Bunu ayrı edək. Bir də vitse-kral vardı. Vitse-kral da deyir ki, Hindistan idarəsinə baxırdı. General qubernator statusu daşıyacaqdı. Bu dövrdə Böyük Britaniya kraliçası olan Victoria Hindistan kraliçası, imperatrisi adlandırılacaqda 1876-cı ildə. Əgər biz deyək ki, Hindistan çoxlu burada iqtisadi cəhətdən, ticari cəhətdən İngiltərənin buradan çoxlu pul götürdüyü üçün deyirlər ki, Böyük Britaniyanın mirvarisidir Hindistan. 19-cu əsrin ikinci əsrində Hindistanda kapitalist münasibətlər inkişaf etməyə başladı. Biz əgər İngilis sahibkarıqsa, İngilis biznesmensə, Hindistanda daha çox pul qoyardıq pambıq şəkərə, pambıq şəkər plantasiyaları açdırardıq.
pambıq şəkər plantasiyaları açmışıqsa, onu suvarmağa ehtiyac var. Suvarma şəbəkəsinə pul qoyarıq. Suvarma şəbəkəsinə də pul qoyduq. Oradan çoxlu pambıq götürdük, şəkər götürdük. Bunu satmaq üçün, bunu müxtəlif ölkələrə daşımaq üçün dəmir yollarına çoxlu pullar qoyarıq. Yəni bu dövrdə 3 dənə sahəyə çox pul qoyduq. Bir dedik pambıq şəkər qamışı, suvarma və dəmir yollarına. Davam edərək, burada nə var? Hindistanda əsasən deyək ki, kapitalist münasibətlər inkişaf etdiyi bir dövrdür, bir mərhələdə. Daha çox ingilis sahibkarları idi. Amma ilk deyək ki, yerli kapitalistlər sahəsinə Bombayda ilk toxuculuq fabriki 1884-cü ildə açılmışdır. 1885-ci ildə ingilislər Hindistanı Ümumilli Hindistan Konqresi çağırdılar, amma onu da iki hissəyə böldülər, müsəlman Hindli fraksiyası. Bunu nə üçün edirlər? İngiltərədə müstəmləkə siyasətlərin birlikdə davam etdirmək üçün. Əgər Hindistan xalqı birləşərsə, müsəlman və Hindlilər birləşərsə, ingilisləri qovub çıxara bilərdilər. Bunun qarşısını almaq üçün deyək ki, Ümumilli Hindistan Konqresi çağırılır. Bu konqres iki fraksiyadan ibarət olur. Hindistanlılar və müsəlmanlar. Və daim onların arasında ingilislər nifaq salacaqlar. 1890-cı ildə ilk fərqli qanunlar qəbul olunur və deyir ki, yeniyetmələrin işlənməsi qadağan olunmuşdur. Bundan sonra 20-ci əsrdə deyir ki, Hindistanda İngilis zülmünə qarşı, İngilis müstəmləkəsinə qarşı ümumi xalq hərəkatı olacaqdır. Biz Şimali Qafqazdan danışsaq, deyək ki, Şimali Qafqazda Rusiyaya qarşı xalq azadlıq hərəkatı başlayacaqdır 1780-ci illərdə. Burada deyək ki, ilk Şeyx Mənsur başçılıq etmişdir. Şeyx Mənsur Alda döyüşündə ilk dəfə rusları məğlub edir. Bundan sonra daha da həvəslənirlər. Eyni zamanda onlara motivasiya verən digər amil isə 1787-91-ci illərdə Rus-Osmanlı savaşı idi. Rus-Osmanlı savaşı başlayan bunlar da başladılar Ruslara qarşı hərəkata. Kuban döyüşündə amma Şeyx Mənsur məğlub olur, daha sonra əsir alınaraq Peterburqda vəfat etmişdir deyərik. Burada nəyə fikir verək? Bizdə sual düşsə ki, Qafqaz müharibəsi. Qafqaz müharibəsi düşəndə biz burada Alda döyüşünü və Kuban döyüşünü Qafqaz müharibəsinə aid etmirik. Qafqaz müharibəsi deyək ki, 1830-dan 34-dən 64-ə qədər davam etmişdir. Və bu Qafqaz müharibəsindən Ruslar nə vaxt başladılar? Şimali Qafqazı tutmağa. Cənubi Qafqazı 1828-də Türkmənçayla fəthini başa çatdırdılar. Daha sonra əsas diqqətlərini yönəltdilər Şimali Qafqaza. Burada Şeyx Şamilin başçılığı ilə 1834-59-cu illərdə Rusiyaya qarşı hərəkət olacaqdır. Bu hərəkətə müridizm hərəkəti deyirik. Bunlar özlərinin imamət dövləti deyirlər. Bu hərəkətə Osmanlılar və Azərbaycandan da kömək getmişdir deyə bilərik. 1864-cü ildə deyək ki, 1859-cu ildə Şeyx Şamil müqaviməti dayandırır və məğlub olunur. Qafqaz müharibəsi bitməsə də Şeyx Şamil mübarizəni dayandırır. Yəni məğlub olur, mübarizəni dayandırır deyə bilərik. Amma Qafqaz müharibəsi 1864-ə qədər davam etmişdir. 1864-də Ruslar Şimali Qafqazı tuturlar və bununla da 1864-cü ildə bütün Qafqazın Ruslara tabe edilməsi başa çatırdı. Burada xırdalıq deyək. Deyək ki, Cənubi Qafqaz 1828 idi, Şimali Qafqaz 1864 idi. Amma ümumiyyətlə bütün Qafqaz 1864 olacaq. Rusiya burada milli dini zülm edər və buradan əhali müəyyən hissəsi Osmanlıya köçərdi və Qafqazda o milli dini zülmə görə buradan köçən əhalinin yerinə Ruslar öz əhalilərini, Rusları, Kazakları gətirib burada, Xristianları gətirib burada məskunlaşdırır. Çindən davam edirik. Deyək ki, Oxsin şirkəti Çində Hindistandan gətirdikləri tiryəklərin satışını burada artırırdılar. Yəni bu tiryək alveyini burada genişləndirəcəkdir. Baxa görə Çində 19-cu əsrdə vəziyyət necə idi? Deyək ki, 19-cu əsrdə əşnəyalı torpaqların az olması, məmnunların rüşvətxorluğu əhalinin üsyanına gətirib çıxardı və eyni zamanda Çin bu dövrdə özüntəzid siyasəti yeridirdi. Özüntəzid siyasəti Avropalı şirkətlərin işğalçılıq və müstəmləkəçilik siyasətlərindən birlikdə özlərini sorğulamaq üçün yeridilmiş bir siyasət idi. Bu dövrdə özüntəzid siyasəti etdiyi üçün Oxsin şirkəti burada olan tiryək alverinin həddində artıracaqdır. Əvvəllər deyir ki, tiryək alverinin Oxsin şirkəti edəndə Mancur Çin sülaləsi və məmurlar bundan xeyli gəlir götürürdülər və onlar bir növ işinə yarayırdı. Amma daha sonra deyir ki, Çin mütəfəkkirləri bu işə əl qoyurlar və deyirlər ki, tiryəkin satılması, yəni ağ ölümdə tiryəkin satılması bizim gələcəyimizi məhv edir. Və 1800-cü ildə tiryəkin satışı qadağan olunur. Tiryəkin satışı qadağan olunandan sonra bütün birlikdə İngilis faktoriyalarında qaçaq malçılıq yolundan tiryək satışları yenə davam edirdi. Və Çinlilərin İngilis faktoriyalarına müdaxilə etməsi Çin və İngiltərə arasında
birinci Tiryaş müharibəsinə gətirib çıxarmışdır. Birinci Tiryaş müharibəsi 1840-42-ci ildə baş vermişdir. Səbəbi nə idi? İngilislərin Tiryaş ticarətini genişləndirməsi olacaqdır. Deyək ki, bu müharibədə Çin məğlub oldu və Nanking müqaviləsi bağlandı 1842-ci ildə. Çin bu müqaviləyə əsasən sadəcə İngiltərəyə deyək ki, təzminat verir. İngiltərəyə. Biz təzminat məsələsində bir də harada toxunmuşduq? Bura qədər demişdik, keçən dərs qeyd etmişdik ki, Osmanlılar ilk dəfə Ədirnə müqaviləsindən Rusiya təzminat vermişdir. Bundan sonra deyək ki, Çin 5 limanla İngilis gəmilərinin üzünü açır, yəni İngilis gəmiləri gəlib Çinin 5 limanda ticarət edə bilərlər. Həmçinin Çinlilər bəzi ərazilərdə ingilislərə ekstraterritoriallıq hüququ verir. Faktoriyaların olması tam fərqlidir. Faktoriyalar sadəcə hansısa şirkətlər burada gəlirlər, yerli qayda qanunlara uyğun olaraq ticarət edirlər. Amma ekstraterritoriallıq hüququ almış bölgə konkretni Çindən ayrılmış bölgə kimi də biz bunu deyə bilərik. Həmin İngilis ekstraterritoriallığında olan ərazilər toxunulmazlıq hüququ alırlar. İmperator belə o ərazilərə müdaxilə edə bilməzdir. Və bundan sonra deyirik ki, Hong Kong adasını Çin verəcəkdir İngiltərəyə. İngiltərə bir də Hong Kong adasını 1997-ci ildə qaytaracaq Çinə. Bunu ümumiləşdirsək, Nanking müqaviləsinin şərtlərini mütləq yadımıza saxlayaq. Deyirik ki, Çin təzminat ödəyir, 5 liman açırdı, Hong Kongu verirdi və eyni zamanda ingilislərə ekstraterritoriallıq hüququ verirdi. Deyir ki, bu müqavilə ilə, Nanking müqaviləsi ilə Çinin yarımüstəmləkəyə çevrilməsinin başlanğıcı qoyulur. Bundan sonra 1844-cü ildə ABŞ və Fransada Çinlə belə bir müqavilələr imzalanmışdır. İkinci Tiryaş müharibəsi 1856-60-da olacaqdır. Fransız ingilislər Osmanlılara kömək edirlər, Rusları Krım müharibəsində məğlub edirlər. Bundan sonra Çinin qarşısına bəzi tələblər qoyurlar və deyirlər ki, birinci Tiryaş müharibəsinin şərtlərinə, yəni Nanking şərtlərinə yenidən baxaq və İngilis gəmilərinə Çin çaylarında sərbəst keçmək hüququ verin. Çin bunu rədd edincə müharibəyə gətirib çıxar və bu müharibədə Çin məğlub olur, Pekin müqaviləsi bağlanır 1860-cı ildə. Və bu müqavilənin şərtinə əsasən Çin üçün fəlakətin nəticələrindən biri bu idi ki, Tiryaş satışına icazə verilirdi. Tiryaş satışı qadağan olunmuşdu deyək ki, 1800-cü ildə, icazə verilmişdi 1860-cı ildə. Fransa və İngiltərəyə təzminat ödəyirdi Çin. Çin 1842-ci ildə Nanking müqaviləsində sadəcə İngiltərəyə təzminat ödəyirdi. Amma 1860-cı ildə Pekin müqaviləsində isə həm İngiltərəyə, həm də ki, Fransaya təzminat ödəyirdi. Bunlar fərqli xüsusiyyətlərdir. Bunları mütləq yadımıza saxlayaq. Biz Taiping hərəkatından danışarıq 1850-64-cü illərdə əsas məqsədləri bərabərlik yaratmaq idi. Deyərik ki, bunlar Nanking tuturlar və burada kəndli imperiyası yaradırlar. Kəndli imperiyasını yaradandan sonra burada vergiləri azaldarlar, qadınlarla kişilərə bərabər hüquqlar verirlər. Amma daha sonra ki, 1860-da Tiryaş müharibəsində Çin məğlub oldu, Çin imperatoru məğlub olmuşdu. Yəni Manchu Çin sülaləsində 4 içində. Bunlar Fransa və İngiltərəyə təzminat ödəmişdi, yəni bir növ 1860-da onlarla dostlaşdı. Və Fransa, İngiltərə, ABŞ 1864-də Çinə kömək edirlər, bu Taiping hərəkatını yatırırlar. Çin inqilabından danışsaq, deyək ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəli Çin yarımüstəmləkə olaraq daxil olmuşdu və Çində bütün uğursuzluqlar, bütün məğlubiyyətlər Manchu Çin sülaləsindən əlaqədar idi və Manchu Çin sülaləsinə qarşı Birləşmiş İttifaq yaranır. Bu ittifaqa Sun Yat-sen başçılıq edirdi, 1905-ci ildə yaradılmışdı. Və Çində deyək ki, birinci inqilab olacaqdır, 1911-13-cü ildə. Çin Manchu Çin sülaləsində hakimiyyətinə son qoyulur, Çin Respublikaya çevrilir, Çində müvəqqəti konstitusiya bərpa olunur və deyir ki, Çində prezidentli idarə etmə sistemi yaradılmış olur və ilk prezidentlərdə Sun Yat-sen olacaq. Daha sonra Yaponiyadan davam edək. Deyək ki, Yaponiya əgər 19-cu əsr əvvəli tarixlərinə baxsaq, Yaponiyada ali hakimiyyət imperatora aid idi, lakin əsasən ölkəni idarə edirdi, Tokugawa sülaləsində olan Syogunlar idarə edirdi. Bundan daha öncədən də Yaponiyada Çin kimi qapalı ölkəyə çevrilmişdi. Neçənci ildə Çin qapalı ölkəyə çevrildi, neçənci ildə Yaponiya qapalı ölkəyə çevrildi, buna öyrənməyə ehtiyac yoxdur konkret. Amma deyir ki, Yaponiyada qapalıq siyasətinə son qoyan müqavilə 1854-cü ildə ABŞ və Yaponiya arasında imzalanan əməkdaşlıq haqqında müqavilə edir. Və bu müqavilə ilə ABŞ-da, Shimoda və Hokkagoda sərbəst gəmilərin üzdürmək hüququ alırlar, bu limanlardan istifadə etmək hüququ alırlar və hətta Shimoda şəhərində ABŞ konsulluğu açılır. Bu siyasəti yerdəndə kimlərdir? Syogunlardır. Syogunlar qapalıq
belə də rejimdən son qoymuş oldular. Burjuva islahatından danışaq, burjuva inqilabından danışaq. Bu dövrdə bir Suyuqunlar vardı. Suyuqunlara qarşı samuray və knyazlar vardı. Samuray və knyazlar xarici şirkətlərin, xarici belə deyək, tacirlərin Yaponiyaya gəlməsini təhlükəli hesab edirdilər və onlar deyir ki, Səmavi hökmdarı Mütxüsütüyə müraciət edirlər, Mütxüsütü hakimiyyətə gəlir, imperator elan olunur və Suyuqun hakimiyyətdən ən çəkir. Bununla da deyir ki, Yaponiyada burjuva inqilabı baş vermiş olur 1867-68-ci ildə. Bundan sonra Mütxüsütü müşavirlər deyə bir belə də oradan yaradır. Bu müşavirlər Avropada təhsil almış gənclərdir. Bunlar Yaponiyadakı inqilabdan sonra, yəni 1867-68 inqilabından sonraki islahatlar layihəsini hazırlamış olacaqlar. Deyir ki, knyazları ləğv edildi. Knyazların əvəzinə prefektura yaradılırdı. Bəzi knyazlar yenidən cənab gubernator oldu, prefekturalar idarə etdi. Bəziləri isə hansı vəzifədən getdi, onlara da əlavə kompensasiya ödəmiş olacaqdır. Daha sonra deyək ki, ilk konstitusiyanı qəbul edildi 1889-cu ildə. Bu, samuray ordusuna ləğv edildi, daimi müasir sıravi ordu yaradacaqdır. Orta təhsili, ali təhsil məktəbləri açacaqdır, qadın pedaqoji məktəbləri açacaqdır və deyək ki, şagirdləri orta təhsilə cəlb etmə prosesi də gücləndiriləcəkdir. Bundan sonra deyək ki, Çin bu dövrdə həm Çinlə, həm də Rusiya ilə Yaponlar müharibə aparırlar. Çinlə müharibə aparmışdı 1894-95-ci ildə Yaponiya uğrunda, Çinlə müharibə aparmışdı Koreya uğrunda. Yəni Çin-Yapon müharibəsi olacaqdır Koreya uğrunda 1894-95-də. Burada qalib gələcəkdir və qalib gəlib Koreyada ağalığını təmin etmiş oldu. Bundan sonra deyir ki, Rus-Yapon müharibəsi olacaqdır 1904 və 5-ci ildə. Suyama dəniz döyüşü olacaqdır. Yaponlar qalib gəlib. Eyni zamanda Portsmouth müqaviləsində 1905-ci ildə bu müharibə sona çatır. Portsmouth sülhünün şərtinə əsasən 1905-ci ildə Saxalin adasının cənubu Yaponlarda qalır. Koreyada, Mancuriyada Yaponların şərtsiz ağalığı tanınmış olur.